hər kəsə, hər vaxtınız xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynurə Fətəliyeva. Bugün mən sizi informatikadan internet qlobal şəbəkəsində qəbula düşən bir sual tipi haqqında danışacağım. Yəqin ki, bu sualı hamınız görmüşsünüz. Əslində bu çox asan bir sual olsa da çoxları bu sual tipindən əziyyət çəkir. Deməli, siz bilirsiniz ki, internetin bizə sunduğu xidmətlərdən, imkanlardan biri də axtarış sistemi xidmətidir. Yəni, biz internetdə istədiyimiz informasiyanı axtarıb tapa bilərik bu sistemlər vasitəsilə və axtarış sistemləri ilə bağlı olan bir sual tipi var riyazi olaraq. Məsələn, tutaq ki, hər hansı bir məlumatlar, informasiyalar haqqında sorğular aparılır və o sorğulardan alınan nəticələr müqayisə olunur və bizim riyaziyyatdan bildiyimiz Eyler-Venn diaqramı ilə və yaxud ki, çoxluqların düsturu ilə biz bu suallara cavab tapa bilərik. Yəni, gənclər, bilirsiniz necədir? Fərqli informasiyalar haqqında burada məlumatlar axtarılır. Məsələn, avtobus haqqında, velosiped haqqında, nə bilim, avtomobil haqqında. Bunların hər birinə uyğun, necə deyərlər, bu sorulara uyğun nəticələr tapılır və həmin nəticələr müqayisə olunur. Məsələn, elə səhifələri var ki, onların hər ikisində həm avtobusa, həm velosipedə aid məlumatlar var. Elə səhifələr var ki, onların həm daxilində həm avtobus, həm avtomobilə aid məlumatlar var. Və yaxud da ki, məsələn, bilirsiniz də, burada yəqin ki, o çoxluqların birləşməsidir. Və yaxud da ki, elə səhifələr götürülür ki, burada artıq hər iki informasiyaya aid olan səhifələrin toplusunu götürürük biz. Deməli, bu tip suallarda çox dərinə getməyəcəm. Bu tip suallarda nəyə baxırıq biz? O, çoxluqların birləşməsidir. Yəni, hər ikisində də olan bütün elementlər götürülür, sadəcə eyni olanlar bir dəfə yazılır. Əndi isə bizim riyaziyyatdan bildiyimiz çoxluqların kəsişməsidir. Yəni, hər ikisinin sadəcə ortaq elementi götürülür. Siz bu tip sualı istəsəniz Eyler-Venn diaqramı ilə də yaza bilərsiniz və yaxud da ki, çoxluqların bir düsturu var, o düsturdan alınan sadə bir qayda var. Or plus and bərabərdir, A plus B düsturundan istifadə edə bilərsiniz. Yəni, birləşmə və kəsişmə bərabərdir çoxluğun elementlərinin cəminə. Baxın, bu orta məktəbdən bildiyiniz məsələn, tutaq ki, 5 şagird ingilis dilinə, nə bilim, 7 şagird tutaq ki, informatika dərslərinə gedir və yaxud da ki, hər ikisinə gedən şagirdlərin sayı var və s. o tip sualla bağlıdır, çox dərinə getməyəcəm. Yəni, uzun sözün qısası, bu tip sual gördünüzsə, demək olar ki, 95% ya Eyler-Venn diaqramı ilə onu tapmalısınız, ya da 95% elə bu düsturla siz bu sualın cavabını tapa biləcəksiniz. Yəni, nə demək istəyirəm? Nə qədər or və and görürsünüzsə, onları bir tərəfə toplayırsınız, tək olanları, yerdə qalanları bir tərəfə toplayırsınız. Baxın, burada da qeyd olunub, və yanın simvolu bu xətdir, slash-dir. Mən içində and-dəki bilirsiniz, Tom Gern'in and-indən elə and. İçində and, or gördüklərimi müsbətlə işarə elədim. Tək olanları, A-ları, B-ləri, yerdə qalanları isə mənfi ilə işarə elədim. Və nəyi də soruşursa, onun yerinə X yazırsınız. İndi mən nə edirəm? AB-ləri bir toplayıram. Avtomobil X-dir, velosiped 42-dir, avtobus 38-dir. Bunları bir tərəfə topladım. İçində and, or olanları, müsbət olanları isə bir tərəfə toplayıram. 75, plus 20, plus 15, plus 0. Burada olacaq 2 plus 80 bərabər. Bunları toplasaq olacaq 110. Buradan da aydın məsələdir ki, X-i tapmaq üçün 110-dan biz çıxırıq 80-i. Qalacaq X-nə 30. Yəni, avtomobil üzrə tapılan sorğuların nəticələri 30 səhifəni əhatə edir. Yəni, sualın düzgün cavabı 30-dur. Yenə deyirəm, nə qədər or and görürsünüzsə, onları bir tərəfə toplayın. Tək olanları, yerdə qalanları bir toplayın. Nəyi soruşursa, yerinə X yazın. Yəni, bu tip suallarda 95% siz bu yolla tapa bilərsiniz. Yerdə qalan 5% isə Eyler-Venn diaqramının köməyi ilə siz yaza bilərsiniz. İnşallah ki, növbəti videolarda da onunla bağlı bir sual tipinin izahını sizə verərəm. Belə növbəti videolarda görüşmək ümidi ilə sağ olun.